Salam əzizləyicilər, gördüyünüz kimi sizə bu günləri tamamlıqdan danışacağam. Tamamlıq ümumiyyətlə nəyə deyilir? Əşyanın və hərəkətin obyektini bildirən köməkçi hissəsinə nə deyiləcək? Tamamlıq deyiləcək. Tamamlıqlar ismin hansı hallarından yaranırlar? Tamamlıqlar təsirlik, yönlük, yerlik və çıxışlıq hal vasitəsilə olurlar. Çıxışlıq halların üzərinə artırılması ilə yaranırlar. Bəs adlıq yerlik alınan sözlər heç vaxt mı olmur? Xeyr. Heç vaxt olmur deməyimiz yanlışdır. Çünki qoşmalı sözlərlə birlikdə tamamlıq vəzifəsində iştirak edə bilərlər. Misal üçün, kitabı Həsən üçün almışam və ya kitabı onun üçün almışam. Bax, bu kimi şeylərdə görə bilərik ki, qoşmalı sözlərimiz nə olacaq? Artıq tamamlıq vəzifəsində iştirak edə biləcəklər. Amma ümumilikdə, bəli, təbii ki, müstəqil versiyanı qoşma falan olmadan adlıq və yerlik alınan sözlərimiz tamamlıq vəzifəsində iştirak edə bilmirlər. Tamamlıqlarımız da iki yerə bölünürlər təbii ki. Vasitəli tamamlıq və vasitəsiz tamamlıq. Vasitəsiz tamamlıq ismin təsirlik halına ifadə olunur. İsmin təsirlik halında neçə yerə bölünür? Təbii ki, iki yerə bölünür. Yəni ki, müəyyən təsirlik hal və qeyri-müəyyən təsirlik hal. Bu zamanda müəyyən təsirlik halda olan sözlər müəyyən vasitəsiz tamamlıq yaradırlar bizə, müəyyən vasitəsiz tamamlıq yaradırlar və sualları olur kimi, nəyi və haranı suallarına cavab verirlər. Xüsusən də burada haranı sualına diqqətli olun. Çünki dediyim kimi, haranı sualı tamamlığın sualıdır, vasitəsiz tamamlığın sualıdır. Amma haraya, harada, hardan suallar nəyin suallardır? Yer zərfliklərinin sualıdır. Yəni ona görə bunları qatmamaq lazımdır bir-birinə. Misal olaraq bundan nə nümunə deyərik? Xüsusən də birinci belə bir nümunə deyim, sonra xüsusən deyəcəyim nümunəyə gəlirəm. Otağı yığışdırın. Yığışdırın. Haranı yığışdırın? Otağı. Buradakı otaq sözü nitq hissəsi olaraq morfoloji cəhətdən nədir? İsim. Cümlə özü olaraq nədir? Cümlə özü olaraq olur tamamlıq. Nitq hissəsi olaraq isim, cümlə özü olaraq tamamlıq. Bax, diqqətli olacağınız məqamlardan biri də budur ki, yuxarını yığışdırın deyirəmsə əgər, yığışdırın. Əgər yuxarını yığışdırın deyirəmsə artıq, burada bu nitq hissəsi olaraq zərfdir. Təbii ki, aşağı-yuxarı sözlərini morfoloji cəhətdən zərf sayılırlar. Amma cümlə olaraq nədir? Tamamlıq. Çünki təsirlik halına bağlı biz deyirik ki, istər kimi sualına cavab versin, istər nəyi sualına cavab versin, istər haranı sualına cavab versin. Biz onu cümlə olaraq nə qəbul edirik? Tamamlıq qəbul edirik. Eyni zamanda və ya indi bu haranı sualı ilə bağlı dedik, nəyi sualına bağlıdır belə bir şey demək ki, tutaq ki, kitabı gətirin, nəyə gətirin, tutaq ki, Həsəni çağırın, kimi çağırın Həsəni. Bunlar nə olacaqlar bizdə artıq tamamlıq vəzifəsində iştirak edəcəklər. Tamamlıq vasitəsi tamamlığımız bir də ola bilər dedik necə? Qeyri-müəyyən vasitəsiz tamamlıq. Yəni ki, qeyri-müəyyən təsirlik halda olan vasitəsiz tamamlıqlar. Və bunun sualı olur sadəcə nə sualına cavab verir? Sadəcə nə sualına cavab verir? Çünki qeyri-müəyyən təsirlik halının nədən başqa sualı yoxdur. Və burada yadda saxlayın ki, həm insanlar, həm canlılar, həm cansızlar, yəni ki, qeyri-müəyyən təsirlik halda olan istənilən söz nə sualına cavab verir? Misal nümunə ilə göstərə bilərik. Təxsil edirəm ki, mən maşın aldım. Bax, bu cümlədəki aldım ki, mən. Nə aldım, nəyi aldım? Maşın aldım. Düzdür? Burada maşın sözü birinci adlıq halda deyil. Maşını aldım deyərək təsirlik hala sala bilirik. Təsirlik halda olduğu üçün də qeyri-müəyyən, vasitəsiz tamamlıq sayılır. Və hətta bunun yanında insan belə olsa, tutaq ki, belə bir cümlələr ola bilir ki, məclisə baytar çağırdıq. Kim? Biz. Hara çağırdıq? Məclisə çağırdıq. Düzdür? Çağırdıq ki, mübtədamız da bizdir, yazmamışıq da cümlədə. Bərpa eləyirik. Baytar sözü burada normalda insandır. Yəni ki, belə insanın vəzifəsidir. Biz buna kim sual verməliyik? Amma əgər baytarı çağırdıq kimi düşünə bilirəmsə, bunun qeyri-müəyyən təsirlik halda olduğunu düşünə bilirəmsə, bu qeyri-müəyyən vasitəsi tamamlıqdır və buna sadəcə hansı suala verə bilərəm? Nə sualını verə bilərəm? Hansı test variantında kimi, nəyi, nəsə belə bir suallar yazılırsa yanlışdır. Sadəcə nə sualından istifadə edə bilərsiniz. Qeyri-müəyyən təsirlik halda olan sözlərimiz əksərən xəbərin yanında iştirak edirlər.
gördüyümüz kimi belə deyək, baytar sözünün yanında istifadə olunub və ya maşın sözünün yanında istifadə olunub. Bəzi hallarda xəbərdən kənarda da istifadə oluna bilər. Məsələn, bir şeirdə mən oxudum. Cümləsində oxudum. Kim mən? Nə oxudum, nə oxudum? Şeir oxudum, şeir oxudum. Yəni ki, belə hallara da rast gələ bilərik. Amma bəli, təbii ki, əsasən nəyin yanında gələcək? Xəbərin yanında iştirak edəcək. Gəlirik vasitəli tamamlığa. Vasitəli tamamlığa bəzən bizə dediyim kimi qatışdıranda belə də saxlaya bilərsiniz ki, yəni təslik haldan başqa yerdə qalan tamamlıqlar vasitəsiz tamamlıqdır. Vasitəli tamamlıqdır. Yəni təslik hal gəlir vasitəsə, yerdə qalan əgər tamamlıq bir məsələsi varsa, deməli hara gələcək? Vasitəliyə. Yəni ki, yönlük, yerlik, çıxışlıq halda olub, kimə, nəyə sualına cavab verən, kimdə, nədə sualına cavab verən, çıxışlıq halda kimdən, nədən sualına cavab verən tamamlıqlarımız. Necə tamamlıqlardır? Vasitəli tamamlıqlardır. Plus, bundan əlavə, qoşmalı sözlərlə istifadə olunan kim üçün, nə üçün sualına cavab verən, kim üçün, nə üçün sualına cavab verən, kim haqqında, nə haqqında sualına cavab verən, kim haqqında, nə haqqında sualına cavab verən, haqqında, kim barəsində, nə barəsində, kim ilə, nə ilə, kimi və s. də bu kimi suallara cavab verən tamamlıqlarımız necə tamamlıqlar sayılır? Vasitəsiz tamamlıqlar sayılır. Burada dediyim kimi yenə diqqətli olursunuz. Bax, vasitəsiz tamamlıqda hara tipli sual var idi, yəni ki, vasitəsiz tamamlıqda haranı sual var, amma vasitəli tamamlıqda yoxdur. Bunlar sadəcə kim, nə tipli suala cavab verirlər. Haraya, harada, hardan sualları yer zərfliyinin suallarıdır ki, onu da yer zərfliyində danışacağım ətraflı olaraq. Yuxarıda yazdıqlarımızla bağlı bir-iki dənə də nümunə verək. Tutaq ki, deyə bilərik ki, Nizami Gəncəvi barədə əsər yazdım. Yazdım, kim, mən, nə yazdım, əsər yazdım. Kim barədə? Nizami Gəncəvi barədə. Bax, barədə yazmamışım, yəni ki, bunlar barədə də ora daxildir. Kim barədə, nə barədə sual cavab verdiyi üçün tamamlıq kimi qəbul edə bilərik. Bir də burada bəzi belə nümunələr verə bilərlər ki, bu sizə ilə yazılan sözlər, yönlük hal şəkilçisi, sizə, bizə kimi sözlər, yönlük hal şəkilçisi qəbul etdikdə həm tamamlıq, həm də yer zərfliyi kimi çıxış edə bilərlər. Bu sözü bizə dedi. Burada görürsən ki, bizə dedi. Kim o? Nəyi? Sözü. Hansı sözü? Bu sözü. Kimə dedi? Bizə dedi. Burada bizə nə olur artıq? Tamamlıq vəzifəsinə çıxış edir. Amma desəm ki, sabah bizə gəl, kim, sən. Nə zaman bizə gəl? Sabah. Zaman zərfliyi. Hara gəl? Bizə gəl. Buradakı bizə artıq nə olur? Yer zərfliyi kimi çıxış edir. Tamamlıqlar barədə də bu qədər.